Adam nə deyəcəyini bilmir. Elə qəşəngdə bilirəm. Bilirsən niyə belə cavab verirlər? Çünki bilirlər ki, heç bir cəza görülməyəcək onlar barəsində. Bu səhiyyə sahəsində cəzasızlıq səbəbindən hər kəsin həyatını məhv eləyiblər. Birinin sağ ayağı yerine sol ayağını kəsirlər. Nə bilim, birini belə şikəst qoyurlar, o birisini belə şikəst qoyurlar. Kimi cəzalandırırlar? Deyil, o gün oxudum, rəhmətə gedəndən sonra bilmişəm mən. Cəmaatın həyat yoldaşını doğuşda öldürdü, aparıb həbs eləyiblər, 3 ildə yatmayıb. Çıxıb yerində həkim kimi fəaliyyət göstərir. Niyə? Niyə insanların həyatı bu qədər ucuzdur? Ay Səhiyyə Nazirliyi, məhkəməyə verin nədir? Səhiyyə tibbi ekspertiza, nə bilim nə? 1000 dənə qurumunuz var, nə işə yarayır? Bu ölkədə səhiyyədən çox adına qurum olan bir şey yoxdur. Təbibi var, osu var, busu var. Kimsə şikayət edəndə bir adam tapmırsan yaxasından yapışmağa. Cəmaatın balasını şikəst qoymuşsan, sabah da o ana ola bilməyəcək. Bu haqqını onun əlindən almışsınız. Nə haqla? Kim cavab verəcək? Bunun məsuliyyətini kim daşıyır? Bu qədər bəsitdir hər şey. Get məhkəməyə müraciət et. Güya cəmaat bilmir də, yer üzündə məhkəmə var. Məhkəmədən sonra apellyasiya, ondan sonra o birisi. Yəni çox burada insan həyatı yoxdur, cəza yoxdur. Səhiyyə sahəsində cəzasızlıq hökm sürür. Ona görə də hamısı belədir. Ayaqları isti yerdədir, ağızları isti yerdədir. Uşağın gələcəyini məhv eləyirlər, deyir get məhkəməyə müraciət elə. Öz balanız olsun, görüm o cavabı verirsiniz. Qoyun da özünüz o valideynin yerinə.